Nurayna, hər vaxtın xeyir olsun. İzləyicilərimizə salamlayıram. Bəli, sənin də vurğuladığın kimi Avrasiya Universitetlərinin sammiti start götürülmüşdü səhər saatlarından etibarən və həmin informasiyaları diqqətinizə çatdırmağa çalışmışdıq. Hazırda da sammit davam edir və panel müzakirələri ilə davam edir. Qeyd eləmək istəyirəm ki, 2 gün davam edəcək sammitdə 3 mövzu ətrafında fikir mübadiləsi aparılacaq ki, həmin mövzuları izləyicilərimizin diqqətinə çatdırım. İlkin olaraq qlobal tədqiqatın təsiri Avrasiya regionunun güclü tərəfdaşlığı ilə bağlı, daha sonra dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ali təhsilin nə qədər vacib olduğu məqamlar diqqətə çatdırılacaq və qitələri əlaqələndirmə, əməkdaşlıq və innovasiya sahəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Qeyd eləmək istəyirəm ki, 350-dən çox iştirakçı var, 50 spikerdir və 20 ölkədən gəlmiş qonaqlardır ki, bu hər bir ölkədən gələn nümayəndəliklər həm universitetlərin rektorları, eləcə də universitet müəllimləri və digər şəxslər iştirak edirlər ki, öz ölkələrində müəyyən çatışmazlıqlar və təhsil sahəsində ali təhsilin nə qədər yüksək həddə qaldırılması ilə bağlı hansı layihələrin irəli sürülməsi ilə bağlı fikir mübadiləsi irəli sürürlər və ilkin olaraq tədbirin açılış mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev çıxış etdi və Emin Əmrullayev çıxışı zamanı bu il Azərbaycanda tələbələrin sayı 60 mini ötdüyünü qeyd elədi. Bu da 2000-ci illərlə nəzərdə çox artım deməkdir. Hətta 2000-ci ilin əvvəllərində universitetə qəbul olanların cəmi sayı 27 min təşkil edirdisə, hazırda bu rəqəm 60 minin üzərindədir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan gənclərinin nə qədər elmə, təhsilə önəm verdiyinin bariz nümunəsidir qeyd elədi və bununla yanaşı ölkəmizdə qəbul ola bilməyib xarici üst tutanların da sayında da artım var deyə qeyd olunur. Ancaq təbii ki, biz çalışırıq ki, yeni layihələr üzərində işləyirik ki, həmin şəxslər öz ölkəmizdə, yerli universitetlərdə təhsil alsınlar. Bununla yanaşı xaricdən də Azərbaycana gəlib təhsil alanların sayında da artım müşahidə olunur. Bu da son dövrlərə əhatə edir ki, xarici ölkələrdən gəlib Azərbaycan təhsilindən yararlanan şəxslər də var. Bu da təqdirə layiq addımlardan biridir deyə qeyd olunur və xarici nümayəndəliklər arasında da panel müzakirələrində öz ölkələrindəki təhsil sistemi və hansı müəyyən nüanslar varsa həmin məsələləri diqqətə çatdırırlar və qeyd eləmək istəyirəm ki, bu sammit 2 gün davam edəcək. Bugün start mərhələsi idi, sabah son mərhələsi olacaq 25 sentyabr tarixində və təşkilatçılar isə Elm və Təhsil Nazirliyi, Avrasiya Universitetlərinin birgə təşkilatçılığı və Elm və Təhsil Agentliyi də təşkilatçılardan biridir və bir neçə dəqiqədən sonra artıq Elm və Təhsil Agentliyində direktoru Ülker Səttarova da çıxış edəcək. O da agentliyi ilə bağlı müəyyən bir informasiyalar diqqətə çatdıracaq ki, hansı layihələr üzərində daha effektiv çalışa bilərik deyə qeyd olunur. Bir daha xatırladıram ki, Avrasiya Universitetlərinin sammitindəyik, Heydər Əliyev mərkəzində keçirilir. Hazırda da sammit panel müzakirələrindən davam edir. Bugünkü 3 mövzu ətrafında fikir mübadiləsi aparılır. Təbii ki, bu fikir mübadilələri arasında süni intellektin inkişafı ilə də bağlı məsələlərə toxunulur. Çünki ölkəmizdə, eləcə də dünyada hazırda sürətlə yayılan texnologiya əsasında süni intellektin inkişaf mərhələləri, hətta yeni qərarlar, yeni qanunlar onu deməyə əsas verir ki, gələcəkdə də universitetlərdə, hətta məktəblərdə belə süni intellektin inkişafı ilə bağlı tədrislər, təlimlər həyata keçirilsin ki, məhz bu sammitdə də həmin informasiyaya da toxunulacaq. Çatdıracağım informasiyalar sammitlə bağlı Nurayna hələlik bundan ibarətdir və sözü yenidən sən ötürürəm.